Zorakılıq dedikdə bir çoxları bunu fiziki güc tətbiqi və yaxud da döyülmək kimi başa düşür. Amma zorakılıq təkcə bununla məhdudlaşmır. Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə zorakılıq dedikdə bir insana fiziki, sosial və onun nüfuzunu aşağı salmaq üçün göstərilən bütün davranışlar zorakılıq adlandırılır. Bu o deməkdir ki, zorakılıq heç də hər zaman gözlə görünmür. Birinə daim nəzarət etmək, onu dostlarından, ailəsindən uzaqlaşdırmaq, qazancını əlindən almaq, onun hissləri ilə oynamaq, bunlar hər biri zorakılıqdır. Zorakılıq çox vaxt sevdiyim üçün edirəm və yaxud da qorumağa çalışıram kimi bəhanələrlə gizlədilir. Amma unutmayın ki, sevgi qorxu yaratmır. Zorakılıq dedikdə təkcə fiziki xəsarət yetirməni yox, eyni zamanda insanın iradəsinə, ləyaqətinə və azadlığına yönəlmiş bütün təsirləri nəzərdə tuturuq. Əgər bu kimi hallarla rastlaşırsınızsa, 116-111 qaynar xəttinə müraciət edə bilərsiniz.